Hər kəsə salamlar. Gəlin birlikdə mətn məntiq təhlilinə aid belə bir sual nümunəsinə baxaq. Mətn məntiq təhlilində plus minuslarla düzülən müəyyən bir cədvəl tipi olur ki, bax birinci sualda o üsulu tətbiq edəcəyik. Deyir ki, A, B, C, D, Y tələbədir. Aha, 5 dənə tələbə verib. Riyaziyyat, kimya, fizika, tarix, hüquq 5 dənə də ixtisas verib. Bu fakültələrdə oxuyur. Gəlib düzürsüz. Bax bu forma bir cədvəl. Aha. A, B, C, D və Y. Aha. Buradan bunu seçdim. Aha. Birinci səndə nədir? Bax, riyaziyyat. Yazırsan riyaziyyat. İkincisi kimya. Üçüncüsü fizika. 4 və 5. Aha. Tarix, burada hüquq. Sən hardakı, məsələn, C-nin kimi olduğunu tapmısan, bax C-yə bir plus qoyandan sonra C-də C artıq bütün, yəni o plusun olduğu sətir və sütunun hər birinə gedib mənfi qoyacaqsan. Bu səndə plus minus qaydasıdır. Gəlin indi bir-bir baxaq. Görək məndə nə deyir? B ya fizikada, ya hüquqda oxuyur. B ya fizikada oxuyur, ya da hüquqda oxuyur. Deyirəm ki, yaxşı. D kimyada oxumur. D-nin kimyasına gəlib bir mənfi qoyuram. D, B fizika ya da hüquqda oxuyursa, deməli B riyaziyyatda oxumur. Ya fizikada, ya hüquqda. Kimyada oxumur, tarixdə oxumur. Deyirəm ki, yaxşı. Daha sonra bunu bildik, bunu bildik. D və Y qızlardır. D qızdır, bir də Y qızdır. Deyirəm yaxşı. Riyaziyyatda oxuyanlar qız deyil. Deməli yazıram ki, riyaziyyatda oxuyan qız deyilsə, D riyaziyyatda oxumur, həmçinin Y də riyaziyyatda oxumur. Yaxşı. Fizika və tarixdə oxuyan oğlanlar, deməli qızlar fizikada da oxumur. Bax, D fizikada da oxumur. Tarixdə də oxumurlar. Aha, D-də 4-ünə də minus qoyub hara qaldı plus? Hüquqda qaldı. Artıq bura plus yazan kimi gedib həmən sətirlə və sütuna hər şeyi mənfi qoyursan. B-nin də kim olduğu çıxdı, bax. Fizikaymış. Yazdım buna plus, tez onun sətir sütununa minus qoyursan. Y-nin də kim olduğu çıxdı? Kimya. Tez onun sətir sütununa minus qoyursan. Artıq sən A-nı, C-ni tapmağa ehtiyac yoxdur. Səndən kimyada oxuyanı istəyir. Kimyada oxuyan səndə Y imiş. Cavab oldu A.